Gördüğünüz kimi orada maşın dayanır. Maşının yanından 596 avtobus keçir. Yəni bu darvazasıdır. Evin qarşısında. Biz daxil oluruq evin həyətinə. Bura döşəməsi həyətin daşdandır. Yəni daş düzülür döşəməsinə. Bu trapıdır. Bu evin yan tərəfidir. Yəni ora gördüyünüz kimi bura zirzəmisidir. Quru ərazidə yerləşir. Bu ayaq yolusudur. Yəni evdə də var, çöldə də var. 4 sotun içərisindədir. Rahat 2 dənə maşıncı. Arxasında da həyəti var. Sənət Bələdiyyənin qiymətmə kağızıdır. 7 daş hündürlüyündə tikilib. Bu da evin arxasında olan həyətidir. Biz daxil oluruq evin içərisinə. Bura balaca kladovkasıdır. Bura sanitar qoşağıdır. İşıq yanmırdı yəni. İşıq yanır, lampoçkası yanır. Bura duş kabinadır. Yəni bütün aksesuarlar qoyulub. Böyük zaldır. Bura uşaq otağıdır. Döşəməsi laminatdır, komisi qoyulub. Bura qonaq otağıdır. Pəncənin qabağına heç bir maneə kəsmir. Dəmir barmaqlarla bağlıdır. Ev 2 daşdan tikilib. Bu da 4-cü otaqdır. Bura mətbəxidir. Dediyim kimi Sənət Bələdiyyənin qiymətli kağızıdır. Start qiyməti 110 minlik endirim olacaq.